Mərhəmətli və rəhimli Allahın adıyla. Kim mərhəmətli Allahın zikrindən üz döndərərsə, biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan saptıracaq. Onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət o, hüzurumuza gəldikdə yoldaşına deyər, kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Həmin adam qiyamət günü şeytana belə deyəcək, sən nə pis yoldaş imişsən. Ayənin təfsirində keçir ki, kim Allahı anmaqdan üz çevirərsə, onun qəzəb və əzabından qorxmazsa, Allah ona şeytanı musallat edər. Şeytan da ona vəsvəsə verən, haqq yoldan uzaqlaşdıran və pis əməlləri gözəl göstərən bir yoldaş olar.